Bugüne kadar 40-43 bin adam yaşayır, çalışır, ali məktəbdə oxuyur, azad edilmiş ərazilərdə. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Allah şəhidlərimizə rəhmət eləsin. O vaxt bildiyiniz kimi Laçın rayonunun kiçik bir hissəsi döyüş meydanında azad edilmişdir. Laçının cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olmasından sonra azad edildi. Bir güllə atılmadan həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır. Və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır.